Hakkı boynumuzda olan ata-ana, ustad, müəllimlər, bivariz, bədvaris olmayaq, sələvat edək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Zamanı imamımızın zuhurunun təcillə, o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü sələvat edək. Allahümme salli ala Muhammed ve ali Muhammed. A'udhu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qawli. Allahümme la taqzulni fihi li ta'arruzi ma'atik ve la tadribni bisiyati naqimatik ve zehzihni fihi min mucibati sakhatike bimenke ve ayadik. Ya muntaha rəğbətər rağibin, amin, ya Rəbbəl alamin. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, sübhün bu çağında Allah evinə, ibadətə, itaətə gələn hər kəsə və bizi ölkə daxilindən, ölkə hüdudlarından kənarda izləyən möhtərəm izləyicilərimizə. Allah'tan diləyək etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları uca Rəbbimizə əl açaraq qəlbimizin dərinliyindən ifadə etdiyimiz bütün duaları bizdən qəbul eləsin inşallah. Və bir daha Rəbbimizə sonsuz həmdlər, sənalar olsun ki, bu mübarək ayın mübarək 6-cı gününə bizə möhlət verib gəlib çıxmışıq. Artıq mübarək ayın, mübarək Ramazan ayının 6-cı sübhündəyik. Allah bu neymət-i üzmanı bizə çox görməsin. Amin. Başlamazdan öncə diqqətimi bir şey çəkdi, dedim deyim, sonra deməyəndə sonra ürəyimdə qalar, ağır olar, nəsə bir məsələ var. Baxdım o qıraat çəkilənlərin içində bir dənə Kərbəlayi əmi yaşlıdır. O da indi özün düzdür, yaşlılar sinifinə, yaşlı insana biraz yaşlı deyəndə qəbul eləmir. O cavanların bir çoxu ki, o arxaya söykənməyə, məlum odur, mürgüləməyə meyilli olanlardır. Belə oturanda, belə sallan qalanda adam yata bilmir axı. Ona görə o kimlər ki, elə gözləri axır, fikirlər ayrı yerə gedir. Buradan yəni diqqətdən yaymırsınız da, biləsiniz inşallah. Demirəm ha, durun gəlin, yox. İnşallah sabahdan elə cərgədə olsunuz, onda daha diqqətlə baxırsınız, tam mürcüləyə bilmirsəniz, daha bir şey yoxdur da. Peyğəmbər alı, Peyğəmbərə salavat edək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bəli, möhtərəm cəmaatımız təbii ki, bu bir təbəssüm idi ki, o mürgüləyənlərin yuxusu qaçsın deyə. Bəzən axırda hiss olunur, bəzən elə Bismillahından adam vələzzalını fikirləşir ki, görən bu 15 dəqiqəni bunlar mücadilə aparacaqlar. Bəli, bugünümüz maşallah olsun, çox gözəl, möhtəşəm bir dua ilə başlayır. Buyurur, Allahümme la təxuzulni fihi li ta'arruzi məsiyetik. İlahi, məni bugün sənə qarşı törətdiyim günahlarıma görə cəzalandırma. Məni bugün sənə törətdiyim günahlarıma görə məni rüsvay eləmə. Və la tədribni bisiyati nəqimətik. Allahım, məni qəzəb şallağınla vurma. O zəhzihni fihi min mucibati səxətikə bimənnike və əyadik. Ya muntaha rəğbətir rağibin. İlahi, məni bugün öz minnət və qüdrətinlə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey, arzu edənlərin ən son arzusu olan Allahım. Amin. Ya Rəbbəl alamin. Möhtərəm cəmaatımız,
6-cı gün artıq oruç tutan şəxs bir xof və dəhşət içərisində aləmlərin Rəbbi olan Allah Taala'nın dərgahında artıq bu sözləri dilə gətirərək, ona üz tutaraq, əl açaraq söyləyir ki, İlahi, bugün məni sənə qarşı törətdiyim günahlara görə məni rüsvay eləmə. Allah doğrudan heç kimi rüsvay eləməsin. Günah insanı abrını aparar. Günah insanın şəxsiyyətin alçaldar, kiçildər, heysiyyətin əlindən alar, hörmətin aradan aparar. Burada artıq oruç tutan günahın kimin qarşısında törətdiyinin fərqinə varır. Yəni artıq dərk edir ki, mən yenilməz qüvvət qüdrət sahibinin bəndəsiyəm, o görə, o baxa, mən artıq nə edirəm? Günah edirəm. Və Allah Taala nələrə qadir olduğunu insan anlayır, başa düşür və ona görə bütün bunların müqabilində sonda insan öz acizliyini etiraf edir. Kainatın, bu yaradanın qarşısında, bu kainatı yaradanın qarşısında öz acizliyini ifadə edir və söyləyir ki, Allahım, məni günahlarıma görə rüsvay eləmə. Baxın, möhtərəm cəmaatımız, insanlar yaxşılıqları çox vaxtı dilə gətirmir. Ya paxıllıqdan, ya da ki, ümumiyyətlə o yaxşılıq bilinməsin deyə istəmir, görməməzlikdən gəlir. Amma adamın bir eybini, bir qüsurunu böyüdürlər. Yəni, yaxşılıq fildirsə, onu qarışqa kimi, pislik qarışqadırsa, onu fil kimi təqdim etməyə çalışan insanlar var. Biz bunu yaşad olduqca, zaman keçdikcə, məsciddən də, cəmiyyətdən də, hər yerdən belə şeylərin şahidi oluruq. Amma sizlər də yəqin şahid olmusunuz. Bir insan bir insana və ya bir neçə insana yaxşılıq edir. Ona çox sağ ol deyilmir, yaxşılıq eləyən Allah üçün eləyir, heç qarşılıq da gözləmir. Amma çox sağ ol demirlər bir yana, 10 ilin başında adam bir dəfə ona yaxşılıq eləməyəndə, məsələn, hər dəfə borc istəyir, verirsən, hələ gecikdirir, qaytaranda biraz incidir. Amma bir dəfə yox deyəndə, deyirsən, necə möminsən, necə namaz qılansan, ağız açdın, mənə yox dedim. Halbuki, illər boyudur, verəndə heç bir çox sağ ol, quru sağ ol da demir, ha? Hələ istəyəndə bir ayə hədis deyir ki, bə səbirdən danışırsan, bə filan, baxırsan, elə ayə deyir, elə hədis deyir, gətirir oradan, buradan. Bir sözlə, başqa bir misal vurum. Bir insan 40 il görürsən, yalan danışmır, cəmaat ona düz danışan filan kəs demir. Amma 40 ilin başında bir dəfə yalanı aşkarlananda, deyirlər o yalancı filan kəsi deyirsən. Yəni 40 illik yaxşılığa insanlar bir dənə səhvlə, bir pis hərəkətlə, rahatlıqla üstünə xət çəkə bilir. Amma hər halda Allah bizi heç vaxtı günahlarımızla rüsva eləməsin, abrımızı aparmasın. Abr gedəndə abiru üzün suyu deməkdir də, absudu ruda üz deməkdir. Məsələn, el məsəli var, deyir filan kəsin üzünün suyu gedib. Yəni, o həya insanın üzündən bəllidir də. Üzdən o su gedəndə, yəni həya gedəndən sonra o adamdan nə istəsən gözləmək olar. Yəni, hər şey eləyər də, ta həya deyə bir şey yoxdur. Yəni, hətta hədislərdə var, la dinə mən la həya ələh. Həyası olmayanın dini də olmaz. Yəni, biz bu günahlardan çəkinir, niyə? Allah görür deyə. Məsələn, uşaq həyalı olanda atadan həya eləyir. Amma həya olmayanda
ata bilmir, ana bilmir, qohum bilmir, böyük bilmir, kiçik bilmir. Nə gəldi eləyir, ağlına nə gəldi eləyir. Amma bəzi günahlar var ki, bizim ismət pərdələrimizi yırtar. Yəni, bizim hörmətimizi aradan aparar. Kumeyl duasında İmam Əli əleyhissalamın Allaha münacatları var. Ramazan ayıdır. Çalışın, düzdür, həftədə bir dəfə 4-cü gün bu duanı oxumaq tövsiyə olunub. Amma Ramazan ayının elə bütün günləri, bütün gecələri imkanınız oldu, bu duanı oxuyun. Mən dua uzundur. Bir neçə cümləsini mövzumuza və günümüzün duasına aiddir deyə söyləyəcəm. Orada İmam Əli əleyhissalam əslində bəşərin, bəndənin, Bəni Adəmin, sənin, mənim Allahla necə diyaloq qurmağı, necə rabitəyə keçməyi, necə rəbti süxən, onunla necə danışmağın yolunu, üslubunu bizə öyrədir. Belə bir ifadə söyləyir. Allahümmə qfir zunubiyəlləti təhdikul isəm. Allahım, mənim o günahlarımı bağışla ki, mənim ismət pərdələrimi yırtar, mənim hörmətimi aradan aparar, məni rüsvay eləyər. Allah, mənim o günahlarımı bağışla. Allah səttar əlüyubdur. İnsan günah eləyir, Allah üstünü örtür. İnsan günah eləyir, Allah örtür. Günah eləyir, örtür. Amma bir yerə gəlir, çatır ki, Allahdan insan həya eləmir. Artıq o həya hissi gedəndə Allah insanı ifşa eləyir. O bəşərdir, zərfiyyəti çatmır. Məsələn, bildi, bilmədi, istəyir elə adamın abrını aparsın, istəyir bir yolla heysiyyətinə, şəxsiyyətinə zədə gətirsin. Amma Allah bizim o qədər günahlarımızı gizlədir. Tövbəkarlar var. Əgər daldada indiyənə qədər nə etdiyimizi Allah açıb bir-birimizə göstərsəydi, deyərdik, mən kimin yanında oturmuşam, kimdən bilirəm? Hamı bir-birindən üz götürüb qaçardı. Hamı bir-birindən kana. Amma Allah necə səni, məni iman surətində, mömin şəklində bir-birimizə tanıdıb, sevdirib, məhəbbət göstərir, bir-birimizə diqqət, ehtiram bəs. Bu Allahın əzəmət və qüdrətinin, lütfünün, kərəminin sayəsindədir. Eşidibsiniz, bir dəfə mən bunu söylədim, bir il yazırlar, yağış yağmırdı, qıtlıq idi. Həzrəti Musa Peyğəmbərin dövründə, hər Peyğəmbərin dövründə olub, amma bu danışdığım Həzrəti Musa Peyğəmbərin dövründə olub. Deyir, Bəni İsrail yığıldı, gəldi, dedi, ya Musa, sən Allahla bizim aramızda rabitəçsən. Yağış yağmır, quraqlıqdır, əziyyət çəkirik, narahat olur, quraqlıqdır. Gedək səhraya, sən dua ilə, biz amin deyək, namaz qılaq, Allah yağışı yağdırsın. Cəmaat əziyyət çəkir, əkin yox, biçin yox, qıtlıqdır. Həzrəti Musa aleyhissalam Bəni İsrailin sözünü Allaha söyləyəndə, Allah buyurdu, ya Musa, sənin qövmünün içərisində bir nəfər var, 40 ildir sərasər mənə günah eləyir. O günahkar qövmin içərisindən çıxmayınca, mən yağışı yağdırmayacam. De, o qövmü tərk eləsin yağışı. Baxın, bəzən bir insanın günahı bir qövmin bəlaya düçar olmasına səbəb olar. Bir xalqın, bir millətin əziyyət çəkməsinə səbəb olar. Günah bu qədər böyükdür, bu qədər gücə malikdir. Dedi, get cəmaatı yığ, Bəni İsraili yığ bir yerə, denən həmin adam çıxsın, mən yağışı yağdıracam. Dedi, ya Rəbbəl aləmin, axı Bəni İsrail o qədər cəmaat mənim səsimi necə eşidəcək? Dedi, sən get cəmaatı yığ, mən sənin səsi cəmaata çatdıraram. Həzrət Musa aleyhissalam xəbər elədi, Bəni İsrail toplaşdı, dedi, dua eləməliyik, yağışın gəlməsi üçün namaz qılmalıyıq. Cəmaat toplaşandan sonra Həzrət Musa aleyhissalam dedi ki, cəmaat, Allahın vədi həqdir.
Bizim aramızda 40 ildir Allaha günah eləyən bir kəs var, günahkar var. Bax, Allah 40 ildə onu abrın qoruyur, saxlayır, ifşa eləmir. Cəmaatın içindədir, amma cəmaat onu günahkar kimi tanımır. Görün bizim necə gözəl Allahımız var. Həzrət Musa aleyhissalam buyurur ki, o günahkar bizim aramızdan çıxmayana qədər Allah yağışı yağdırmayacaq. Kimdirsə o aramızdan çıxsın. Deyir, hamı yanındakına baxdı. Heç kim özünü günahkar bilmədi. O ona baxdı, bu buna baxdı. Fikirləşdilər elə yanımızdakı çıxacaq. Gördülər bir çıxan bir kəs yoxdur. Həzrət Musa aleyhissalam dedi ki, həmin şəxs bizim aramızdadır. Baxın, cəmaat əziyyət çəkir. Xalq, millət həmin şəxsin üzündən əziyyət çəkir. O kimdirsə, xahiş eləyirəm, aramızdan çıxsın, tərk eləsin, Allah yağışı yağdırsın. Deyir, Həzrət Musa aleyhissalam bunu ikinci dəfə deyəndə, həmin o Bəni İsraildən olan 40 il sərasər eləyən günahkar kişi başa düşdü ki, söhbət bundan gedir. Başa düşdü ki, həmin o günahkar elə mənəm. Deyir, o əbasın, paltarın başına çəkdi, Allahla öz arasında dedi, Allah, 40 ildir məni rüsvay eləməmsən, 40 ildir mənim abrıma aparmamsan. Mən indi başa düşdüm ki, mən günah eləmişəm. O etiraf hissi var ha, o çox mühümdür. Xoş olsun o insanın alına ki, insan günahın dilə gətirə bilər. Rəbbi qarşısında, aləmlərin Rəbbi olan Allah qarşısında etiraf eləyə. Allah mehribandır, Allah bağışlayandır, mərhəmətlidir. Dedi, Allah 40 ildir məni aşkar eləməmsən, məni rüsva eləməmsən, məni günahkar kimi bu xəlqə tanıtmamsan. Bugünmü məni sən rüsva eləyəcəksən? Bugünmü mənim abrımı aparacaqsan? Deyir Allah, mən başa düşdüm səhv eləmişəm, başa düşdüm günah eləmişəm. Allah, məni bağışla, söz verirəm, bir də günah eləmərəm. Deyir, cəmaat görür ki, dörd bir yandan buludlar gəlir və yağış yağmağa başlayır. Həzrət Musa aleyhissalam təəccüb, heyrət içərisində, təəyyür içərisində deyir, ya Rəbbəl aləmin, bəs necə oldu yağışı yağdırdın? Buyurdu, ya Musa, kimə görə yağdırmırdımsa, yağışı elə həmin şəxsə görə yağdırdım. Buyurdu, ya Rəbbəl aləmin, axı həmin şəxs bizim aramızdan çıxmadı, heç tərk eləmədi. Buyurdu ki, ya Musa, o tövbə elədi. Mənim bəndəm günahlarım başa düşüb üzrxahlıq elədi, istiğfar elədi. Mən də onu bağışladım və yağışı yağdırdım. Həzrət Musa aleyhissalam buyurur, ya Rəbbəl aləmin, olar mən o şəxsi görüm, olar mən o şəxsi tanıyım. Cavaba bax, buyurdu, ya Musa, o 40 il idi mənə günah eləyirdi, mən onu gizlətmişdimsə, heç kimə bəyan eləməmişəmsə, aşkarlamamışamsa, onun abrını aparmamışamsa, indi o tövbə eləyib, mən onu bağışlayandan sonra aşkar eləyərəm, mən onu bağışlayandan sonra tanıdaram. Görün bizim necə gözəl Allahımız var. Ona görə İmam Əli aleyhissalam buyurur, Allahümme gfir liyyəz-zunubəlləti tahtikul isəm. Allah mənim o günahlarımı bağışla ki, mənim ismət pərdələrimi yırtar. Yəni, mənim hörmətimi, abrımı aradan aparar. Allahümme gfir zunubiyəlləti tunzilun niqəm. Allahım, mənim o günahlarımı bağışla ki, mənim bədbəxtliyimə səbəb olar. Allahümme gfir liyyəz-zunubəlləti tuğayyirun ni'əm. Allahım, mənim o günahlarımı bağışla ki, nimətlərin dəyişməsinə səbəb olar. Onu mənə verəcəydin, amma mənim o günahım, nimətim mənə verilməməsinə, dəyişməsinə səbəb olar. Allahümme gfir liyyəz-zunubəlləti tahbisud-dua. Allahım, mənim o günahlarımı bağışla ki, duamın qəbul olmasına maniyə yaradır. Duamı həbs edir. Dua edirəm, duam qəbul olmur.
qəbul olmasına səbəb maniyə etdiyim günahdır. Allahım məğfir liyyəz-zunubəlləti tunzilul bəla. Allahım, mənim o günahlarımı bağışla ki, bəlanın gəlməsinə səbəb olur. Yəni, bizim bəzi günahlarımız var ki, bəlaların bizə gəlməsinə, yer üzərinə gəlməsinə səbəb olur. Allahım, o günahlarımı bağışla. وَلَا تَزْرِبْنِي بِسِيَاتِ نَقْمَتِكَ. Günün duasının davamında xülasə edim. Bugün biraz çox danışdım, üzürlü biləsiz. وَلَا تَزْرِبْنِي بِسِيَاتِ نَقْمَتِكَ. Allahım, məni hər etdiyim günaha görə yerindəcə qəzəb şallağı ilə vurma. İnanın, əgər hər etdiyimiz günaha görə Allah yerində bizi cəzalandırsaydı, bugün bu an, hal-hazırda bəlkə də heç birimiz burada olmazdıq. وَزَهْزِهْنِي فِيهِ مِنْ مُوجِبَاتِ سَخَتِكَ بِمَنِّكَ وَأَيَادِيكَ. Allahım, məni öz minnət və qüdrətinlə qəzəbinə səbəb olan bütün günahlardan uzaqlaşdır cinən. Amin, ya Rəbbəl aləmin. Allahım, bugünün duasında qeyd olunduğu kimi, məni etdiyim xəta günahlarla rüsvay etmə cinən. Qəzəb şallağınla məni vurma cinən. Allahım, sənin qəzəbinə səbəb olacaq bütün söz, hərəkət, bütün əməllərdən məni uzaq et cinən. Allahım, tutduğumuz orucları qəbul et cinən. Allahım, qəlbimizdən kini, küdurəti kənarlaşdır cinən. Qəlbimizi iman nuru ilə nurlaşdır cinən. Allahım, bizi Qur'an və Əhl-i Beyt əleyhimussalamlardan ayrı salma cinən. Allahım, məriz-ü mərizələrimizə acil şifa inayət et cinən. Allahım, zəmanə imamımızın zuhurunda təcil et cinən. Allahım, bu mübarək ayın 6-cı gününü bizə mübarək qərar ver cinən. Ayın qalan günlərində sənin razılığını əldə edəcək və bu ayda nazil olan bütün savab və xeyirlərdən pay aparmağı bizlərə nəsib et cinən. Etdiyimiz duaların qəbuluna Muhammed və Ali Muhammedə salavat gedir. Bismillahirrahmanirrahim. Allahümme kulli veliykel Hüccet ibnil Hasan salavatüke aleyhi ve ala وفي كل الصلاة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. السلام عليك يا رسول الله. السلام عليك يا نبي الله. السلام عليك يا أمين وحي الله. السلام عليك يا رحمة للعالمين. السلام عليك يا محمد بن عبد الله. السلام عليك يا أمير المؤمنين يا مولى الموحدين والمتقين يا علي بن أبي طالب.
السلام عليك يا فاطمة الزهراء سيدة نساء العالمين. السلام عليكما يا سيدي شباب أهل الجنة الحسن والحسين. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين بذلوا محجهم دون الحسين عليه السلام. فيا ليتنا كنا معكم فنفوز فوزا عظيما ورحمة الله وبركاته. السلام عليك يا مولانا يا صاحب العصر والزمان. السلام عليك يا شريك القرآن. السلام عليك يا قاطع البرهان. السلام عليك يا نور الله. السلام عليك يا عين الله. السلام عليك يا إمام الإنس والجن. عجل الله تعالى فرجه وسهل الله تعالى مخرجه وهلك الله تعالى أعدائه بالنبي المتلى وآله وبالفاتحة مع الصلوات. Zindanlarda olan mahpusların, müşriklerin hal olunmasına Fatih salavat ediyor. Övlad arasında olan ayetlerimiz var. Bizde emel salih övladlar olmasından ötürü salavat ediyor. Ey İslam'ın kuvvetlerine, serdin düşmanlarına, gıdağı yollarından yıkmalarına salavat ediyor. Hazır rehberiyle cemaat namazı oldu. Göz atıp beylerdik ömrümüzü okşar, Allah ona razı olsun. Özünün ailesi salamasından fatih, ömrünün evinin daha da hareketli olmasından ötürü. Dünyasında değerli akrabalarının, evlatlarının istirahatı boyuna fatih salavat ediyor. Allahümme salli ala Muhammed. Özlərinin, ailələrinin, gözəl qalalarının səlamətsizliyi, xüsusilə bu cəmiyyətin şəri hacət qiymətləri var. İstər maddi, mənəvi, ailəsinə, özü ilə, canı ilə, işi ilə bağlı nə sıxıntısı varsa, həllinə sələvat çəkilir. Allahümme salli ala Muhammed. Çəkiliş verir deyə o danışanda çox demir. Günəsə mülküləyənlərin sayı çox edir. Aramızda meyrac əhli var idi. Bəs